Salam. Bu gün buraxılış imtahanına hazırlaşan 9-cu sinif şagirdlərinə dəstək olmaq məqsədi ilə sizə yeni bir video təqdim edirik. Videolarımızın tez-tez və davamının gəlməyini istəyirsinizsə, kanalımıza abunə olmağı yaddan çıxarmayın. Bizimlə hazırlaşmaq istəyən şagirdlər sentyabr ayında açılacaq dərs qruplarımıza qeydiyyatdan keçə bilərlər. Bunun üçün ekranda göstərilən nömrənin WhatsApp-na yaza bilərsiniz. Həmin nömrəyə yazaraq həm dərs qruplarımız haqqında məlumat əldə edə, eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Bu gün 9-cu sinif buraxılış imtahanına uyğun bir neçə test tapşırığının izahına baxacaqsınız. Başlayaq birinci sualdan. Biri yalnız baş üzvlərdən ibarətdir. Baş üzvlər dediyinə görə, yəni mübtəda və xəbərdən. Yalnız baş üzvlərdən ibarət cümləni axtarmalıyıq. A variantı. Nəriman şəhərdə yaşayırdı. Yaşayırdı kim? Nəriman. Harada yaşayırdı? Şəhərdə. Cümlənin zərfliyidir. Cümlədə mübtəda və xəbər, yəni baş üzvlər var. Amma yalnız baş üzvlər iştirak etməyibdir. Burada həm də zərflik var. Ona görə A variantı bizim doğru cavab deyil. Bu il məhsulumuz bol oldu. Ol, et, bil, qıl. Özündən əvvəlki sözlə, müstəqil işlənməyəndə özündən əvvəlki sözlə birləşir. Birlikdə cümlənin xəbəri olur. Bol oldu nə? Məhsulumuz. Nə vaxt? Bu il. Cümlənin zərfliyidir. Cümlədə mübtəda və xəbər olsa da, cümlədə zərflik də var. Zərflik olduğuna görə, yəni yalnız baş üzvlərdən ibarət olmadığına görə B variantında çıxıram. Əqrəb qorxulu həşəratdır. Həşəratdır. Nə? Əqrəb. Necə həşəratdır? Qorxulu. Burada təyindir. Mübtəda və xəbər var, yəni baş üzvlər var. Lakin yalnız baş üzvlərdən ibarət deyil. Cümlədə ikinci dərəcəli üzv olan təyin də var. Ona görə C variantı da bizim doğru cavab deyil. Sizin qonşunuz həkimdir. Həkimdir kim? Sizin qonşunuz. Yəlikal və mənsubiyyət. Beləcə təyini söz birləşməsi yaradıbdır. Söz birləşmələri sintaktik təhlil zamanı parçalanmır, birlikdə bir cümlə üzvü götürülür. Cümlə mübtəda və xəbərdən ibarətdir, yəni yalnız baş üzvlərdən ibarətdir. Doğru cavab D variantıdır. Kinodan sonra evə qayıtdıq. Qayıtdıq kim? Biz. Cümlədə mübtəda yoxdur, amma biz onu düşünə bildik. Biz. Hara? Evə. Cümlənin zərfliyidir. Nə zaman, nə vaxt? Kinodan sonra. Cümlənin yenə də zərfliyidir. Cümlədə birinci dərəcəli üzv, xəbər var, lakin ikinci dərəcəli üzvlərdən zərfliyi də iştirak edir, həm də 2 dəfə. Ona görə bu variant da bizim doğru cavab deyil. Doğru cavab D variantıdır. İkinci suala baxırıq. Hansı cümlədə o yalnız şəxs əvəzliyi kimi düşünülə bilər? Yalnız şəxs əvəzliyi kimi düşünülsün. O bilirik ki, həm şəxs, həm də işarə əvəzliyi ola bilər. Gəlin cümlələr daxilində baxaq. O maşına doğru getdi. Kim? O. Deyirik ki, o, yəni Əli maşına doğru getdi. Burada şəxs əvəzliyi kimi düşündük. Bir də deyirəm ki, o maşına doğru getdi. Hansı maşına doğru? O maşına doğru. Demək ki, burada həm də işarə əvəzliyi kimi düşünüldü. Yalnız şəxs əvəzliyi kimi düşünülsün deyir. Demək ki, bu variantı götürə bilmərəm. O meşəyə gedən yoldur. Hansı meşəyə? Hansı sualına cavab verdi? Demək ki, işarə vermiş olur. Yəni şəxs əvəzliyi kimi düşünülmədi. C. O məktəbin həyətini addım-addım dolaşırdı. Kim? O. Bir də deyirəm ki, o məktəbin həyətini addım-addım dolaşırdı. Hansı məktəbin? O məktəbin. Yəni işarə eləyirəm. Məktəbə işarə verirəm. Demək ki, yalnız şəxs əvəzliyi kimi düşünülmədi. Həm də işarə əvəzliyi ola bilər. O, evin yiyəsi Nazim Səfərlidir. Kim? O. Bir bu cür düşündü. İkinci versiyada isə o evin yiyəsi. Hansı evin yiyəsi Nazim Səfərlidir? O evin. Burada da işarə əvəzliyi kimi düşünüldü. Bir də deyirəm ki, o içəri girib baş əydi. Kim? O. Şəxs əvəzliyi kimi. O içəri. Hansı içəri deyə bilmərik ki, o bayır, o içəri. Bu anlamda işlədə bilmirik. Demək ki, yalnız şəxs əvəzliyi kimi düşünülür. Doğru cavab A variantıdır. Və vergül işarəsi də özündən sonra qoyulur. Nəyə görə? Bilirik ki, o bu əvəzliyindən sonra o zaman vergül qoyulur ki, o bu əvəzliyi, yəni o əvəzliyi kim sualına cavab versin və özündən sonra da bəzi nitq hissələri var idi. Hansı ki, isim, sifət, say, zərf və s. Burada da içəri zərfini görürük. Zərfdir. Və o da kim sualına cavab verir? O içəri girib baş əydi. Kim? O. Kim sualına cavab verir?
Demək, odan sonra vergülün qoyulmasında heç bir problem yoxdur. Doğru cavab A variantıdır. Üçüncü suala baxırıq. Hansı sözdə 2 leksik, 2 qrammatik şəkilsi var? 2 leksik şəkilsi olsun, 2 qrammatik şəkilsi olsun. Başlayırıq məsələn C variantından. Sözün kökü vətəndir. Vətən sözündən vətənpərvər sözü yarandı. Pərvər leksik şəkilsidir. Yəni söz deyil, şəkilsidir. Lik leksik şəkilsidir. Dir də qrammatik şəkilsidir. 2 leksik var, amma 1 qrammatik var. Ona görə C variantını çıxırıq. Baxın, leksik və qrammatik şəkilçiləri necə tapırıq? Feillərdə aydın məsələdir ki, maqmək şəkilçisini artırmaqla tapırıq. Yəni, asan yolu budur. Artıra bildiyimiz leksikdir, artıra bilmədiyimiz qrammatik şəkilçidir. Amma isimlərdə və digər nitq hissələrində isə baxırıq ki, leksik şəkilçi yeni mənalı söz yaratsın. Yəni, vətən dedikdə vətən anlayışıdır və vətənpərvər dedikdə isə artıq orada bir hiss var. Vətənpərvərlik isə məzmun dəyişdi. Məzmun, məna dəyişirsə artıq yeni mənalı söz yaranır. Kök və şəkilçi ilə bağlı kanalımızda video olacaq. Ona görə burada dərindən toxunmaq istəmirəm. Sadəcə olaraq şərtə uyğun təhlil eləyəcəm. Diqqətlə baxın. Baxın, qurulmuşdur sözündə sözün kökü quru ola bilərmi? Bəli, ola bilər. Bir şey qurmaq üçün, yəni qurulması üçün o sözün qurmaq lazımdır da onu, düzdürmü? Qur sözün köküdür, qurulmaq feildir. Baxın, maq şəkilçisi artırdım. Maq artıra bildimsə leksikdir, qurulmaq. Yalnız feillərdə. Qurulmuşmaq olmadı, demək ki, qrammatikdir. Qurulmuşdumaq olmadı, demək ki, qrammatik şəkilsidir. Burada 2 qrammatik şəkilsi var, amma 1 leksik şəkilsi olduğuna görə bu variantı götürə bilmirəm. Yel sözün köküdür. Yel olarmı sözün kökü müəllim? Bəli, olar. Nəyə görə olmasın ki, yel sözü dilimizdə var. Və o söz sonradan olur yellə, yəni bir şey yelləyirsən, o yellənir. Daha sonra yellənəcək əmələ gəlir. Yəni, yellənəcək əşyası əmələ gəlir. Əvvəlcə yel olub, onu yelləyiblər, nəyisə yelləyiblər, yellənib və yellənəcək əmələ gəlib. Dəki də hər zaman sifət yaradan leksik şəkilsidir, parçalanmır. Və lər də qrammatik şəkilsidir. Sözdə 4 leksik şəkilsi var, 1 qrammatik, şərtə uyğun deyil. Uçqundakılardır. Uç sözün köküdür, bir şey uçur və uçqun əmələ gəlir. Daha sonra dakı da sifət yaradan leksik şəkilçi, lar cəm şəkilçisidir, qrammatikdir. Burada şəxs xəbəri şəkilçisidir, qrammatikdir. 2 leksik, 2 qrammatik şəkilçi var, şərtə uyğundur. Doğru cavab A variantıdır. Qurudakılardan quru sözün köküdür, quru deyil. Yəni, qurla quru arasında yaxınlıq yoxdur. Quru sözün köküdür, dakı leksikdir, lar qrammatikdir, dan da qrammatikdir. 2 qrammatik şəkilsi var, lakin 1 leksik şəkilsidir, şərtə uyğun deyil. Ona görə D variantını da çıxırıq. Doğru cavab A variantıdır. Hansı cümlədə səhv yazılmış söz var? Əfv etmək. Bu söz əf deyil, əfvdir. Yəni, bu sözün yazılışını yadda saxlayın. Əfv etmək, unutmaq yaxşı insanların intiqamıdır. Burada heç bir problem yoxdur. Bütün sözlər düzgün yazılıb. Kin-küdrət sözündə isə burada i yox, ü yazılmalıydı. Küdurət formasında, kin-küdurət formasında yazılmalıydı. Yəni, səhv yazılmış söz var. Demək ki, doğru cavab B variantıdır. Vətənimizin sərvətləri boldur. Bütün sözlər doğru yazılıb. Kompüter sözü, bu sözü bəzən kompüter formasında yazanlar var. Amma bu sözün düzgün yazılışı kompüterdir. Bunu da mütləq şəkildə qeyd dəftərinizə qeyd edin. Digər sözlərdə və həmçinin kompüter sözündə problem yoxdur. Universitet yox, universitet. Bu sözün yazılışı bu cürdür. Digər sözlər də doğrudur. Doğru cavab B variantı oldu. Hansı söz əmr şəklindədir? B variantında gəl sözün köküdür. Ası, əsi nəyin şəkilçisidir? Təbii ki, lazım şəklinin. Demək ki, bu söz lazım şəklindədir. Öyrənə sözünə baxırıq. Burada A-ə şəkilçisi var. Demək ki, arzu şəklidir. İşləyəcək sözündə sözün kökü işdir, lə leksikdir, işləmək, y bitişdirici samit, əcək də
zaman şəkilçisidir. Zaman şəkilçisi varsa, bilirik ki, zaman şəkilçisi olanlar xəbər şəklində olur. Xəbər şəkli. Demək, bu variantlardan hər hansı biri bizim doğru cavablar deyil. Danışar sözünə baxırıq. Ar şəkilçisi var. Danış, daha sonra ar. Yəni, sözün kökü danışdır. Ar da orada qrammatik şəkilçisidir. Zaman şəkilçisidir. Demək ki, xəbər şəklindədir. Oxuyun. Oxu sözün köküdür. Y bitişdirici samitdir. Un da şəxs sonluğudur. Bilirik ki, əmr şəkli, yəni yalnız kökdən ibarət olanlar əmr şəklində olur. Yəni, yalnız kökdən ibarət olan feillər əmr şəklində olur. Daha sonra başlanğıc formada olan sözlər əmr şəklində olur. Ma inkar şəkilçisi, daha sonra şəxs sonluğu və eyni zamanda şəxs sonluğu olanlar da əmr şəklində olur. Yəni, şəxs sonluğu var. Demək ki, əmr şəklindədir. Doğru cavab A variantıdır. Belə dəyərli şagirdlər, yəqin ki, bu video sizlər üçün faydalı oldu. Video əgər sizlərə faydalı oldusa, videonu bəyənməyi, rəy yazmağı və eyni zamanda videonu paylaşmağı unutmayın. Növbəti videonun hansı dərslərlə, hansı testlərlə bağlı olmasını bizə bildirə bilərsiniz. Yəni, rəylərdə hansı mövzuların izahını görmək istəyirsiniz, onu yaza bilərsiniz. Daha çox üstünlük təşkil edən rəyin, yəni hansı mövzu olduğunu nəzərə almaqla həmin mövzunun izahını sizlərə təqdim edəcəyik. Eyni zamanda siz bizim ödənişli dərs qruplarımıza qoşulmaq üçün ekranda göstərilən nömrəyə yaza bilərsiniz. Həmin nömrəyə yazaraq dərs qruplarımız haqqında ətraflı məlumat əldə edə, eyni zamanda qeydiyyatdan keçə bilərsiniz. Əgər kanalımıza abunə deyilsinizsə, kanalımıza abunə olub bildirişləri aktiv edə bilərsiniz. Nə qədər çox abunə gələrsə, bir o qədər çox 9-cu sinif buraxılış imtahanlarına dəstək olacaq. Sağ olun.